Salam dəyərli izləyicilər, Ambardan Ekonom Marketdə oldum. Bu market Ceyhun Səlmə 16 ünvanında yerləşir, 8 nömrə metrosunun yaxın ərazidədir. Siz də gedin, yəni yararlanın qiymətlərdən və gördüyünüz kimi bir Maxın yuyucu tozlu gelləri var, yəni endirimli qiymətə, hədiyyəlidir özü də. Ondan sonra içməli sular, sonra Sarsı firmasının yuyucu gelləri, gördüyünüz kimi o da endirimli qiymətidir. Özü də ki, yəni qədəri də çoxdur. Tutumu, yəni çoxdur. Ondan sonra mesela AOS firmasının qabı mahsul lazım olan balizamın istehsalçını sizə göstərdim. Yəni 4 manat 55 qəpiyyədir. 1 kilo 300 qram tutur. Ondan sonra Sarsı firmasının qabı mahsul lazım olan balizamı indirimdədir. Ondan sonra sanitar qovşanı yumaq üçün gel 1 manat 45 qəpiyə, şüşələri silmək üçün vasitə, sonra hədiyyəli ətirlər, dezodorantlar, bədən üçün qulluq lazım olan vasitələr onlar da indirimdədir və ən əsas da hədiyyəlidir. Siz də gəlib yararlana bilərsiniz. Ülgüclər, onlar da yəni endirimdədir. Sonra krem hazırlamaq üçün belə qab var. Yəni mikserini rahat işləmək üçün. O da endirimli qiymətədir. Sonra gördüyünüz kimi bu sorma konfetlər də ki, yəni başqa yerlərdə olan qiymətdən qat-qat aşağıdır. 4 manatadır, səhv etmirəmsə o qədəri. Yəni başqa yerlərdə 10 manata, 8 manata, amma burada çox aşağıdır. Sonra hədiyyəli makaronlar, vermişellər, yəni gördüyünüz kimi həm hədiyyəlidir, həm də ki, sərfəlidir qiyməti. Yəni belə alanda əlbəttə ki, qabaq düşmüş oluruq, həm də qiyməti ucuz gəlir. Və makaronlar gördüyünüz kimi 3 kilosuna, 6 kilosuna 1 manat 50 qəpiklədir. Və gördüyünüz kimi bu ədviyyatdan yəni hər növdədir. Məsələn, biri Himalay duzudur, biri məsələn kabab hazırlamaq üçündür, biri başqa yeməklərə qatmaq üçündür, həm də hədiyyəlidir. Yəni biri alınır və biri hədiyyə, qabaq düşürsünüz. Yəni siz də alın, yararlanın. Və gördüyünüz kimi bulqurları götürdüm. Və köftəli bulğur üçün lazım olan bulğur, heç yerdə tapmayanlar, yəni başqa yerdə tapa bilmirsiniz, nadir hallarda tapırsınız. Bu bulğurdan alıb yararlana bilərsiniz və köftə bişirə bilərsiniz. Və indi isə yəni ət desək, yəni kalbasa saska yerini sizə göstərirəm. Bu yerdə məsələn təkcə kalbasa saska deyil, həm qatlaşılmış südlər də var, yəni smetan da var, yəni xama, qatıq da var, gördüyünüz kimi ayran da var, dolxa da var, şor da var, yəni belə içməli sular da var, yəni yararlana bilərsiniz siz də. Gördüyünüz kimi kalbasalar, saskalar ucuz qiymətdir. 5 dənə bir saskaya 80 qəpikdir, göstərdim sizə. Və bu kalbasalardır. Ondan sonra görünən nə qədər kalbasa, ucuz qiymətə saska, ucuz qiymətə özü də halaldır. Yəni inşallah ki, baxarsınız axıra kimi, videonu izləyərsiniz. Yəni axırda hamısını, yəni nə aldığımı sizə göstərirəm. Və gördüyünüz kimi bu sərfəli dediyim kimi makaronlardan mən də yararlandım. 6 kilosu, yəni üstü hədiyyəlidir. 1 manat 50 qəpiyidir. Ondan sonra ben bu qədəri, yəni hər paketdə üstünə 3 kilo yazılıb gördünüz. Bu qədər yana sonra piçeyini aldım, gördüyünüz qiymətini. Ondan sonra vaflini gördünüz, yəni qiymətini 1 manat 83 qəpik bu qədər vafliyə verdim. Yəni həm dadı gözəldir, həm də qiyməti əladır. Yəni qiymətlə bərabər əlbəttə ki, dadı üstünlüyü vermək lazımdır. Yəni gördüyünüz kimi makaronu göstərdim sizə dedim, gördünüz. Yəni bu makaronu siz də alın, yararlanın, yəni çəkisini görürsünüz nə qədərdir. Ondan sonra sanitar qovşan yumaq üçün belə gel var. O da ucuz qiymətədir, endirimlidir. Siz də alın, yararlanın. Yəni evinizi təmiz saxlayın. Və ondan sonra gördüyünüz kimi dediyim bu qədər saskaya, yəni 80 qəpik verdim. Həm də ki halaldır. Yəni donuz əti, piyi belə şey yoxdur onda. Yəni görürsünüz. Ondan sonra belə kalbasalar var xüsusən üçün. Yəni siz də yararlana bilərsiniz. Bunlardan alın. İstifadə edin və bu ruletdən aldım. Bu da dadı da gözəldir, qəşəngdir, çox yaxşıdır dadı. Həm də ki heç 1 manat deyil. Yəni qiyməti 1 manatdan aşağıdır. Və belə bulğur var, köftəli bulğur, köftə hazırlamaq üçün. Kim tapa bilmir, bu yəni Ambardan Ekonom Marketdə tapa bilərsiniz onu. Özdəki 1 manat neçə qəpikdir, 2 manat deyil. Yəni 2 manatdan ucuzdur. Yəni siz də alıb köftə bişirə bilərsiniz. Yəni başqa yerlərdə yəni çətindir tapmaq. Oldu, sağ olun, salamat qalın.